Ot bitkilərinin üstünlük təşkil etdiyi təbii zonalarda formalaşan bu torpaq tipi humusun miqdarının çox olması ilə fərqlənir. Əsasən buğda, günəbaxan, şəkər, və sairə əkilən bu torpaqlar dünyanın ən məhsuldar torpağı hesab olunur. Eee, Demək, istersən sualına bir nəzər salaq. Yazır ki, mətndə verilmiş torpaq tipinin yayıldığı materikləri müəyyən edib yazın. İlk növbədə onu deyək ki, ot bitkilərinin üstünlük təşkil etdiyi təbii zona deyir və burada humusun miqdarının çox olması, eyni zamanda buğdanın, günəbaxanın, şəkər kimi bitkilərin üstünlük təşkil etdiyi göstərir və buna əsasən biz deyə bilərik ki, bu təbii zona əsasən çöl təbii zonasıdır. Torpaqları isə əsasən qara, şabaldı rəng torpaqlardır. Burada isə bizdən həddində verilmiş torpaq tipinin yayıldığı materiklər istəyir və biz də dünyada əsasən çöl təbii zonasının və onun torpaqlarının yayıldığı materikləri yazası olsaq, biz bura qeyd edəcəyimiz əsas 3 dənə materik var ki, bu materik Avrasiya materiki, bu materik Cənubi Amerika materiki və eyni zamanda da bura daxildir Şimali Amerika. Demək ki, bizdən istənilən cavablar bu materiklər olacaqdır.